Həvarilərin işləri 21-ci fəsil Yerusəlimə səyahət. Onlardan ayrılıb dənizə çıxanda birbaşa Kosa getdik. Səhəri gün isə Rodosa, oradan da Pataraya keçdik. Finikiyaya gedən bir gəmi tapdıq və ona minib dənizlə getdik. Kipri gördük və onun cənubundan keçdik. Suriya istiqamətinə getdik və Sur şəhərində sahilə çıxdıq. Gəmi yükünü orada boşaltmalı idi. Orada şagirdləri axtarıb tapdıq və yanlarında bir həftə qaldıq. Şagirdlər ruhun təsiri ilə Paula xəbərdarlıq elədilər ki, Yerusəlimə getməsin. Amma oradakı günlərimiz başa çatanda bu şəhərdən çıxıb yolumuza davam elədik. İmanlıların hamısı öz arvad uşaqları ilə bərabər bizi şəhərin kənarına qədər ötürdü və sahildə diz çökərək dua elədik. Bir-birimizlə vidalaşandan sonra biz gəmiyə mindik, onlar da evlərinə qayıtdılar. Sonradan dəniz səyahətimizə davam eləyərək Ptolemaisə gəldik və orada imanlı bacı qardaşlara baş çəkib bir gün yanlarında qaldıq. Ertəsi gün onlardan ayrılıb Qeysəriyyəyə gəldik. 7 köməkçidən biri olan müjdəçi Filipin evinə gedib orada qaldıq. Bu kişinin peyğəmbərlik eləyən 4 subay qızı var idi. Ona çatandan bir neçə gün sonra Yahudiyadan Aqab adlı bir peyğəmbər gəldi. O bizə yaxınlaşıb Paulun qurşağını götürüb öz əllərini və ayaqlarını bağlayaraq dedi: Müqəddəs ruh belə deyir, Yəhudilər bu qurşağın sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim eləyəcəklər. Bu sözləri eşidəndə həm biz, həm də oranın sakinləri Paula yalvardı ki, Yerusəlimə getməsin. Buna cavab olaraq Paul belə dedi: Nə olub? Niyə ağlayıb ürəyimizi sızdadırsınız? Mən Rəbb İsa'nın adı uğrunda Yerusəlimdə təkcə əl-ayağımın bağlanmasına deyil, ölümə də hazıram. Paul razı sala bilmədikdə, qoy Rəbbin iradəsi olsun deyərək sustuq. Bir müddət keçəndən sonra biz hazırlıq işlərini görüb Yerusəlimə tərəf getdik. Qeysəriyyədə yaşayan şagirdlərin bəzisi də bizlə birgə gəldi. Onlar bizi ilk şagirdlərdən biri olan Kipirli Minasonun evinə apardılar. Çünki biz onların evində qalacaqdıq. Yerusəlimə çatanda imanlı bacı qardaşlar bizi sevinclə qarşıladılar. Ertəsi gün Paulla birlikdə Yaqubu görməyə getdik. Cəmiyyət ağsaqqallarının hamısı ora yığılmışdı. Paul onlardan hal-əhval tutandan sonra öz xidməti ilə əlaqədar olaraq Allahın başqa millətlər arasında gördüyü işlərdən ətraflı məlumat verdi. Bunları eşidəndə Allahı izzətləndirdilər. Paula dedilər: Görürsənmi, qardaş, Yəhudilər arasında 10 minlərlə imanlı var. Hamısı qanunun qeyrətini çəkir. Onlar sənin barəndə xəbər tutublar ki, başqa millətlər arasında yaşayan bütün Yəhudilərə oğullarını sünnət eləməyib adət-ənənələrimizə görə yaşamamağı və Musadan dönməyi öyrədirsən. İndi neyniyək? Mütləq sənin bura gəldiyini eşidəcəklər. Ona görə sənə dediklərimizə əməl elə. Bizim aramızda əhd eləyən 4 kişi var. Bunları yanına al və onlarla birgə paşlanma mərasiminə qoşul. Başlarını qırxdırmaq üçün qurban xərclərini sən çək. Bununla da hamı biləcək ki, sənin haqqında eşitdikləri əsassızdır. Sən də qanuna riayət eləyirsən. Başqa millətlərdən olan imanlılara gəlincə, biz qərarı alıb onlara məktub vasitəsinə yazmışıq ki, bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər. Həmçinin özlərini əxlaqsızlıqdan saxlasınlar. Bundan sonra Paul bu 4 kişini yanına alıb, ertəsi gün onlarla bərabər özünü pak elədi. Sonra məbədə girərək paşlanma dövrünün nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt qurban təqdim ediləcəyini elan elədi. Paulun həbsi 7 günlük müddət qurtarmaq üzrə olarkən, Asiya vilayətindən olan Yəhudilər Paulu məbəddə görəndə bütün izdihamı təşvişə salaraq onu yaxaladılar və qışqırdılar: Ey İsraillər, kömək eləyin! Hər yerdə hər kəsə, xalqımıza, qanuna və bu müqəddəs məkana qarşı təlim öyrədən adam budur. Həmçinin məbədə bəzi Yunanları gətirərək bu müqəddəs məkanı murdarladı. Bu Yəhudilər, Efesli, Trafimi əvvəllər şəhərdə Paulun yanında gördükləri üçün elə bilirdilər ki, onu Paul məbədə gətirib. Bütün şəhər oyandı. Camaat hər tərəfdən qaçıb gələrək Paulu tutub məbəddən bayıra sürdü. Dərhal məbəd qapıları bağlandı. Onlar Paulu öldürməyə çalışırdılar ki,
Bütün Yerusəlimin təşvişə düşməsi xəbəri Roma alayının minbaşısına çatdırıldı. Minbaşı dərhal yüzbaşlarla əskərləri özü ilə götürərək izdiham olan yerə qaçdı. Minbaşı ilə əskərləri görən cəmaat Paulu döyməyi dayandırdı. O zaman minbaşı yaxına gəlib Paulu tutdu və əmr elədi ki, onu qoşa zəncirlə bağlasınlar. Sonra soruşdu: "Bu adam kimdir? Neyniyib?" İzdiham içində hər ağızdan bir avaz gəlir, qışqırışırdılar. Haküydən minbaşı heç nə müəyyənləşdirə bilmədi. Ona görə Paulun qalaya aparılmasını əmr elədi. Paul pilləkəndə olanda xalq elə qızışmışdı ki, əskərlər onu əlləri üstündə aparmalı oldular. Çünki izdiham onun ardınca düşüb qışqırırdı: "Öldürün onu!" Paulun özünü müdafiəsi. Paul qalaya çatmağa az qalmış minbaşıdan soruşdu: "Səndən bir söz soruşmaq olar?" Minbaşı dedi: "Sən Yunan dilini bilirsən? Sən bu yaxınlarda ixtişaş yaradıb 4000 qiyamçını səhraya aparan Misirli deyilsənmi?" Paul dedi: "Mən Yəhudiyəm. Kilikiyanın Tarsus şəhərindənəm. Məşhur bir şəhərin vətəndaşıyam. Rica edirəm, bu xalqa bir neçə söz deməyə izin ver." Minbaşı icazə verəndən sonra Paul pilləkənlərin üstünə çıxıb, diqqəti cəlb eləmək üçün xalqa əli ilə işarə elədi. Dərin sükut çökəndə İbrani dilində danışmağa başlayaraq dedi: